Gəlin baxaq görək, məstər ismin müxtəlif hallarında işlənərkən cümlənin hansı üzvləri rolunda çıxış eləyə bilir. Birinci başlayaq adlıq haldan. Adlıq halda məstər təbii ki, cümlənin mübtədası və xəbər olacaqdır, ismi xəbəri. Mübtəda ki, məsələn, oxumaq gözəldir. Burada nə oxumaq? Oldu cümlənin mübtədası. Məsələn, xəbər kimi məqsədim oxumaqdır. Nədir oxumaqdır? Burada olacaq ismi xəbər. Yəli halda təbii ki, yəli halın sualına cavab verən cümlə üzvümüz olmadığına görə məstər yəli halda cümlə üzvü olmayacaqdır. Gəlirik indi təsirli hala. Təsirli halda təbii ki, tamamlıq olacaqdır. Məsələn, oxumağı sevirəm nəyi? Gəlirik yönlü hala. Yönlü halda cümlənin məqsəd zərfliyi ola bilər. Məsələn, oxumağa gedirəm. Nə məqsədlə gedirəm? Nəyə gedirəm? Oxumağa gedirəm. Burada olacaqdır məqsəd zərfliyi. Yerlik halda məsələn ola bilər tamamlıq. Deyirəm ki, oxumaqda fayda var. Nədə fayda var? Oxumaqda fayda var. Gələk indi çıxışlıq halda. Çıxışlıq halda cümlənin tamamlığı da ola bilər, səbəb zərfliyi də ola bilər, yer zərfliyi də ola bilər. Məsələn, tamamlıq kimi deyək ki, oxumaqdan bezmirdi. Nədən bezmirdi? Oxumaqdan bezmirdi. Burada oldu cümlənin tamamlığı. Səbəb zərfliyi kimi deyək ki, oxumaqdan gözləri şişmişdi. Nə üçün? Nə səbəbə gözləri şişmişdi? Oxumaqdan gözləri şişmişdi. Deyək indi yer zərfliyi kimi çıxışlıq halda meyvə dərməkdən gəlirdi. Hardan gəlirdi? Meyvə dərməkdən gəlirdi.